Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə bu gün də bir şəri məsələ oxuyub siz əzizlərin nəzərinə çatdırarıq. Məsələmizin mövzusu qiblədir. Sual olunur ki, mən namaz qıldıqdan sonra bildim ki, düzgün istiqamətə, düzgün cəhətə namaz qılmamışam. Məsələn, qiblə bir istiqamətdir, mən onun əksinə, sağ tərəfə və ya sol tərəfə meyilli namaz qılmışam. Bu halda mənim namazımın hökmü nədir? Yəni, bu cür olsa, bu şəxsin qıldığı namaz batil sayılar, yoxsa səhih sayılar. Bu barədə Seyyid Əli Sistaninin Əl-Məsailul Muntaxaba adlı risaləsindən məsələ 204 oxuyarıq, görək bu sualın cavabı nədir? Bismillah, Seyyid buyurur ki, İza səbətə ləhu bi vəçhin şər'iyyin ənəl qiblə fi cəhətin. Bir şəxs bir cəhəti sabit eləyə, yəni buna sabit ola ki, bu istiqamət, bu cəhət qiblədir, yəni qiblə bu istiqamətdədir. Təbii ki, onu da şəri yollarla sabit eləyə. Yəni, məsələnin özü budur ki, bir şəxs şəri qaydalar əsasında sabit eləyə. Yəni, o qiblə bölməsində ki, yazılıb ətraflı ki, hansı yollarla qibləni sabit eləmək olar. Bir şəxs şəri yollarla qibləni sabit elədi ki, bu istiqamətdir. Fəsəlla iləyha və o istiqamətə də namazın qıldı. Summən kəşəfə ləhul xilaf. Sonra məlum oldu ki, yox, bu düzgün təyin etməyib, qiblə onun namaz qıldığı tərəf deyil, məsələn, bu biri tərəfdir. Buyurur ki, فَإِنْ كَانَ إِنْحِرَافُهُ عَنْهَا لَمْ يَبْلُغْ حَدَّ الْيَمِينِ أَوْ الْيَسَارِ تَوَجَّهَ إِلَى الْقِبْلَةِ وَأَتَمَّ صَلَاتَهُ فِيمَا إِذَا كَانَ الْإِنْكِشَافُ أَثْنَاءَ الصَّلَاةِ. Buyurur ki, indi bu şəxs bildi ki, qiblə düzgün deyil. İndi bu bilməyi bir dəfə budur ki, namaz əsnasındadır. Bir dəfə budur ki, namazdan sonra. Buyurur ki, namaz əsnasında bilsə, məsələn, qibləni təyin eləyib, namazın qılır, namaz əsnasında bir şəxs və ya bir neçə şəxs, o şəxslər ki, onların sözü insana xatircəmlik gətirər, məsələn, adi şəxslərdir, qibləni dəqiq biləndilər. Məsələn, bu şəxsə işarə edirlər ki, qiblə bu istiqamətdədir, sən səhv qılırsan. Xülasə, yəni namaz əsnasında bu şəxsə sabit oldu ki, yox, qiblənin əksinə namaz qılır. Seyyid buyurur ki, əgər namaz əsnasındadırsa və tam 90 dərəcə sağa və ya tam 90 dərəcə sola dönməyibsə qiblədən, yəni tam sağ tərəfə, tam sol tərəfə dönməyibsə, məsələn, 10 dərəcə, 20, 30, 80 neçə ta 90-a qədər, amma 90 tam dönməyib. Çünki tam 90 dərəcə, tam sol tərəfə dönməyin və yaxud tam qiblədən sağ tərəfə dönməyin hökmü başqadır. Bura qədər onu oxuyuruq ki, tam 90 dərəcəyə qədər dönməyib. Məsələn, 90-a qədər olan bir dərəcələrdə qiblədən dönüb. Məsələn, sabit oldu ki, qiblə bu istiqamətdir. İndi baxır ki, mən nə qədər dönmüşəm. Görür ki, məsələn, 40 dərəcə, 50 dərəcə, 30 dərəcə sağdan və ya soldan. Bu qibləni səhv təyin eləyib namaz qılır. Buyurur ki, o qaldığı yerdə, o ki, qibləni bildi ki, səhvdir, namazını saxlayacaq, neyniyəcək? Qibləyə yönələcək. Məsələn, bu cür qılırdı, öyrəndi ki, yox, qiblə bir 20 dərəcə sola bu tərəfdir və yaxud da bir 30-40 dərəcə sağ imiş. Namazın həmin anda saxlayacaq. Məsələn, İxlas surəsinin oxuduğu yerdə Qul huvallahu əhəd, Allahu səməd sabit oldu ki, səhvdir. Dayandıracaq, dönəcək qiblə tərəfə, sabit olan istiqamətə və qaldığı yerdən davam edəcək. Yəni, bu hökm o surətə aiddir ki, namaz əsnasında bilib və dediyim kimi tam 90 və 90-dan o yana deyil. Yəni qiblədən dönmə dərəcəsi, sağdan və ya soldan.
Buyurur və idə kanə ba'dəl fərəq minhə ləm təcibul iadə. Amma namazdan sonra bilsə, namazı yenidən qılmasına ehtiyac yoxdur, vacib deyil. Məsələn, qibləni təyin elədi, namazını qıldı, namazı qurtardıqdan sonra, indi dərhal sonra, bir müddət sonra, bir neçə gün sonra bilib ki, qiblədən 40 dərəcə başqa istiqamətə bu namaz qılıb, səhv təyin edib, sağdan və ya soldan məsələn. Seyyid buyurur ki, namaz əsnasında, ortasında bilsə, qibləyə düzəlib davam eləyəcək, ora qədər səhv qıldığı da keçərlidir. Namazdan sonra bilsə, namazı da səhihdir, yenidən qılmağa da ehtiyac yoxdur. Və əmmə izə bələğəl inhiraf həddəl yəmin əvəl yəsar, əv kanət salatuhu ilə dubiril qiblə. İndi bura qədəri bildik. İndi bəs dedik 90-a qədərki hökm bu cür idi. Bəs 90-a çatıb, 90-ı da keçib, hətta qiblənin tam əksinə durub namaz qılır. Məsələn, təyin eləyib qibləni, amma xəta eləyib. Sonra sabit oldu ki, qiblə bunun durduğunun tam əksidir. Bu elə bir ki, qibləyə arxasını tam çevirib namaz qılır. Və yaxud da 90 dərəcəyə çatıb, 90-ı keçib. 100 dərəcə sağa dönüb, yaxud sola dönüb və s. Seyyid buyurur ki, bu cür olsa, 90-a çatsa və keçsə, lap əksinə də durub qılsa necə olacaq? Buyurur, fəin kanəl inkişaf qəblə mudiyyəl vəqt əadəha. İndi sonradan bildi ki, bunun namazı qiblənin əksinədir və yaxud da çox dönüb, sağa, sola çox dönüb. Əgər namazın vaxtı keçməyibsə, Seyyid buyurur ki, namazın təzdən qılacaq. Məsələn, zöhrü əsri qılıb, qiblənin tam əksinə və yaxud da bir 200 dərəcə bu tərəfə, 100 neçə dərəcə sağa və yaxud da sola. Amma hələ zöhrün əsrin vaxtının çıxmağına bir 3 saat var. Bu adam bildi ki, səhv eləyib. Seyyid buyurur ki, vaxt nə qədər qalıbsa əadəha, o namazın təzədən qılacaq. Qibləni ki, dəqiqləşdirib, o istiqamətə namazın yenidən qılacaq. Yəni, bura qədər qıldığı keçərli deyil. Vaxt daxilində bilibsə. Və la yəcibul qəda izə inkəşəfəl hal bə'də mudiyyil vəqt. Amma vaxt çıxıbsa bəs necə? Məsələn, zöhrə əsri qılıb, bir gün sonra və yaxud da şam vaxtında, axşam vaxtı bilib ki, bu şəxs zöhrü əsri, deyək ki, qiblənin tam əksinə və yaxud 90 dərəcədən də o yana, çox sağa və ya sola əksinə qılıb. Bu halda nə cür deyir? Vaxt çıxıbsa, qəzasını qılmağa ehtiyac yoxdur. Baxmayaraq ki, vəyin kanət əl-əhvəd istihbabın. Baxmayaraq ehtiyat müstəhəbdir. Qılsa yaxşı olar, amma vacib deyil. Sadəcə, namaz vaxtı qaldığı surətdə, namazın vaxtı qaldığı surətdə 90 dərəcəni sağdan soldan keçibsə və ya tam əksinə, qiblənin tam əksinə durub namaz qılıbsa, namaz vaxtına da hələ qalıbsa, bir dənə o namazları yenidən qılacaq. Vaxt çıxandan sonra bilibsə, yenə də ehtiyac yoxdur, qıldığı namazlarla da kifayətlənə bilər. Əziz möminlər, bu qiblədən səhvən dönməyin, qibləni səhv təyin edib o qılınan namazlar ki var, onun hökmü idi. Yəni, bir hissəni oxuduq, diqqət eləyək, 90-a qədər döndüyü surətləri idi qiblədən. İkinci hissə buydu ki, 90 və daha tam əksinə qədər olan bu iki hissədəki namazın hökmünü oxuduq. Ümid edirəm ki, burada deyilənlər sizlərə tam aydın oldu. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.